Salam, əziz izləyicilər, sizi Ağmehdi Hadi kanalında yenidən xoş gördük. Xeyli müddət fasilədən sonra mən yenə istedim bir video çekim sizə təqdim edim. Bizlərdə belə bir söz var, yarımçıq. Sonra deyərlər ki, dad yarımçıq əlindən, vay yarımçıq əlindən. Belə bir söz var bizdə. Şimdi mən bu istəyirəm, bu yarımçıqlılardan danışım. Yəni yarımçıq, ömür yarımçıq ola bilər, kitab yarımçıq ola bilər. Yarımçıqlar cürbəcürdür. Bir də var, tarixin yarımçıq olmağı, bu dəhşətdir. Məsələn, Azərbaycan tarixi bir gün həqiqətən yarımçıq bir haldadır. Alimlərimiz Azərbaycan tarixini 2500-2600 il, yəni o tərəfi keçə bilmirlər. Ancaq bu qədər göstərirlər. Yəni eramızdan əvvəl 5-ci, 6-cı əsrlər. Maseketlərin yaranması da o vaxt yaranıb. Mən isə deyirəm ki, bu 2500 il bundan əvvəl Azərbaycanın orta əsrlər tarixidir. Nəinki qədim tarixi. Qədim tarixi isə 6000 il bundan əvvəldir. Maseketlər də elə ta qədim tarixlərdə var. Maseketlər də elə o dövrlərdə yaranır. Yəni ki, tariximiz, millətimizin, biz hamımız bilirik ki, biz maseket millətiyik və millətimizin yaranması tarixi də görürsünüz ki, yarımçıq bir haldadır, yarımçıqdır. Bunu bütövləşdirmək lazımdır və tarixçilər bunun haqda düşünməlidirlər. Sonrası Xəzər Azərbaycanın dənizidir. Çünki Xəzərin 4 dövrəsi Azərbaycan millətinin, Azərbaycan xalqının, yəni maseketlərin məskəni olub. İndi o Orta Asiyada bir çox millətlər yaradırlar. Məsələn, Səlcuqlar, filanlar. Onları Azərbaycana aid etmirlər və onların çünki böyük dövlətləri, böyük tarixləri olub. Bu səbəbdən. Lakin onlar bilmirlər ki, və yaxud bilirlər özlərini bilməməzliyə qoyurlar ki, Xəzər qədimdə indiki yerində olmayıb. Və həmin dövlətlər də, həmin millətlər də Xəzərin bu tayında, yəni Azərbaycanın üstündə, Azərbaycana piçik, yəni Azərbaycan olub. Biz bilirik ki, indiki Özbəkistan, Türkmənistan, hətta deyilənlərə görə Qazaxıstanın da bir hissəsi maseketlərin torpağı, yəni Azərbaycan torpağı olmuşdur. Görürsünüz ki, bunlar da, bu tarixlər də qalıb yarımçıq və dünyayı bu cür car çəkirlər ki, Səlcuqlar Azərbaycanlı deyirlər, Orta Asiyadandırlar və daha onu bilmirlər və yaxud bilirlər, demirlər ki, Orta Asiya qədimdə maseketlərin yəni yurdu olub. Yəni bunları burada Xəzər dənizi çaşdırır. Xəzər dənizi çaşdırır və onu da qeyd edim ki, əgər hansı əsrdən tarix yazırsansa, gərək həmin əsrin coğrafi şəraitini biləsən. Əgər coğrafi şəraiti bilməsən, tarix əsəri yaza bilməzsən, tarix yaza bilməzsən. Yazsan da görürsən ki, indi necədir, pis gündə tarixlər yazılıb və bu cür olar. Görürsünüz ki, bu da qalıb yarımçıq. Sonrası bizim Ertuğrul Qazi demək ki, Azərbaycandandır, Abşerondandır, mən demişəm Maşdağadandır. İndi bəziləri deyirsən Maşdağalısan, Maşdağadan deyirsə, demirəm Maşdağadan. Abşerondandır. Bu haqda söhbət getmir. Görürsünüz ki, yəni ki, ilk dəfə Osmanlı dövlətinin özəyi olan Anadolu dövlətini yaradan Ertuğrul Qazi olub. Bunun haqqında heç söhbətlər getmir, söhbət eləmirlər. Baxırlar ki, qonşularımız nə deyir, bunlar da onu deyirlər.
Yəni bu da qalıb bir yarımçıq bir halda. Bir gör bu qədər tarixçilərimiz var. Niyə yazmırlar, niyə demirlər, niyə söhbətlər, tarixi mövzuda olan söhbətlər keçirilmir? Bu yarımçıqlılardan demək çoxdur bizdə. Mən çox danışa bilərəm. Yəni gələcək videolarda indi deyəcəyəm. Ancaq mən indi bu videomda o qədər də çox danışmaq istəmirəm. Çünki insanlar belə səbirləri çatmır uzun bir video baxmağa. İndi mən sizə bir yarımçıqdan da danışım. Yarımçıqlar çoxdur. İndi bir yarımçıqdan danışım. Gecə 1911-ci il, bu yaxınlara, məsələn 100 il bundan əvvəl. O zaman 1911-ci ildə bu tarixçilərin yazdığına görə çox yerlərdə yazılıb ki, şəhərdə demək bir maştağalının dükanında demək yığışdılar, bir şura qurdular. Demək bu Müsavatın, azadlıq hərəkatının ilk özəyini burada qurdular və Ruslara qarşı burada Azərbaycanın azadlığı uğrunda mübarizə aparmaq üçün demək söhbətlər getdi və planlar quruldu. Yaxşı, indi görək bu Ruslar Azərbaycanı nə vaxt tutublar? 19-cu əsrin əvvəlləri 1820-30-cu illərdə Azərbaycanı tutmuşdular. Bu Azərbaycan xalqı niyə 1911-ci ildə ayıldı? Durdu azadlıq hərəkatını yaratmaq üçün bir nəsə qurmağa, bir ittifaq qurmaq, Müsavat Partiyası yaratmaq. Niyə bu 100 il keçəndən sonra Azərbaycan xalqı məyər yatmışdı bu düşmənlərə qarşı? Xeyr, Azərbaycan xalqı yatmamışdı. Böyük mübarizələr gedirdi, böyük dəstələr yığılmışdı. Hətta Xəzərin o tayında da Azərbaycan dəstələri var idi və Çar hökumətinə qarşı bunlar azadlıq uğrunda, Azərbaycan azadlıq uğrunda mübarizə aparırdılar bunlar. Lakin bunlardan heç deyilmir, yazılmır, sanki heç bəlkə tarixlərdə yoxdur. Lakin biz bunları bilirik. Niyə? Çünki bəlkə tarixlər var da, tarix var görürsən, kitabda olur. Bunlar yazılmış tarixlər var. Bəzi tarixlər var isə xatirələrdə yaşayan tarixlərdir. Bunlar da tarixdir. Bir gün alimlərimiz, insanlarımız xatirələrdə yaşayan tarixləri də qəbul etməlidirlər. Çünki hər tarix kitabda yazılmayıb. Hər tarix, hadisə alimlər tərəfindən, bəzi şəxslər tərəfindən vaxtında qələmə demək alınmayıb və bunlar ancaq xatirələrdə qalıb. İnsanların xatirələrində. Yəni canlı tarix. Bugün canlı tarixi çox qəbul etmirlər. Bu kitablar ki var, tarix kitabları neçə illər bundan əvvəl, 1000 illər, 100 illər bundan əvvəl yazılıb. Bəlkə də bəzi çox dəyişikliklərə uğrayıb, tərcümədə, kökürdəndə onları bir müqəddəs kitab kimi qəbul edirlər. Lakin düzdür, xatirələrdə gələn tarixlər var, onlarda da nəsə dəyişiklik ola bilər. Ancaq məqsəd dəyişməz qalar. Xatirələrdə gələn tarixləri də mütləqən qəbul etmək lazımdır. Çox şeylər var xatirələrdədir. Onlar heç tarixdə yoxdur. Onları biz qəbul etməliyik. Əziz izləyicilər, mən bundan çox danışmaq istəmirəm. Sonra səbrimiz çatmaz dinləməyə. Gələn videolarda inşallah mən sizə nəql edəcəyəm ki, bu 11-ci ildən əvvəl o 100 ildə, 1-ci yüzildə, yəni Çar hökumətinə qarşı Azərbaycanın azadlığı uğrunda gedən mübarizədən sizə bəhs edəcəyəm. Sağ olun, salamat qalın.